Hər vaxtınız xeyir. Gəlin qəbula düşmüş 19 nömrəli sualın izahına baxaq. Şərtdə deyilir ki, eyni məsafədə yerləşdirilmiş Q1 bərabər Q2 və Q3 yüklərindən üçüncüyə təsir edən əvəzləyici qüvvənin istiqaməti verilmişdir. Hansı şərt ödənikdə bu mümkündür? Gəlin şərtlərin hər birini arayaraq da yoxlayaq və görək hansı doğrudur. Fikir versəniz, birinci şərtimizdə Q1, Q2 və Q3-ü müsbət verib. Deməli, Q1 də müsbətdir, Q2 də və Q3 də müsbətdir, sıfırdan böyükdür. Biz bilirik ki, eyni işarəli yüklər bir-birini dəf edir, amma müxtəlif işarəli yüklər bir-birini cəzb edir. İndi baxın, Q1 və Q3 hər ikisi də müsbət olduğundan deməli bir-birini dəf edəcək. Onda Q1 yükü tərəfindən Q3-ə təsir edən qüvvəni göstərsəm, artıq sanki Q1 Q3-ü itələyir, özündən uzaqlaşdırmağa çalışır. Yəni ona görə də bax bu istiqamətdə olacaq. Eyni ilə Q2 və Q3 də eyni işarəli olduğundan deməli artıq Q2 də Q3-ü itələyir özündən. Ona görə də bax qüvvəmiz bu istiqamətdə olacaq. Və mən buradakı bunların əvəzləyici qüvvəsini tapmaq istəyirəmsə, paralleloqram qaydasından istifadə edəcəm və burada bizim paralleloqramın bax bu diaqonalı olacaq əvəzləyici qüvvəmiz. Fikir versəz, yuxarıya doğru yönəlmişdir. Deməli, birinci şərt doğrudur. İkinci şərtimizə baxaq. İkinci şərtdə Q1, Q2, Q3 hər biri mənfi verilmişdir. İşarələri mənfidir. Deməli, Q1 mənfi, Q2 mənfi və Q3 də mənfi. Yenə eyni qaydada fikir versəz, Q1 və Q3 hər ikisi də mənfi olduğundan, deməli artıq Q1 yükü tərəfindən Q3-ə təsir edən qüvvəmiz yenə bax bu istiqamətdə olacaq. Çünki eyni işarə olduğundan Q1 artıq Q3-ü itələyir. Belə deyə bilərik lori dildə. Q2 və Q3 də mənfidir. Hər ikisi də fikir versəz, deməli Q2 yenə Q3-ü itələyir. Artıq burada əvəzləyici qüvvəmizi tapa bilərik. Yenə diaqonal qaydasından, paralleloqram qaydasından istifadə edib diaqonalımızı çəkəcəyik. Yenə gördüyümüz kimi yuxarıya doğru oldu. Deməli 2 də doğrudur. 3 və 4-ə baxaq. Üçüncü variantda verilib Q1 müsbət, Q2 müsbət, amma Q3 mənfidir. Q1-in müsbət, Q2-nin müsbət, Q3 də mənfidir. Q1 və Q3 artıq biri müsbət, digəri mənfi olduğundan cəzb olunacaq bir-birinə. Ona görə də Q1 sanki Q3-ü özünə çəkir. Onda bax bu istiqamətdə olacaq. Deməli, Q3 artıq Q1-ə doğru sanki hərəkət eləyirmiş kimi o istiqamətdə yönələcək qüvvəmiz. Q3 də eyni ilə yenə Q2-yə cəzb olunacaq. Çünki gördüyünüz kimi hər ikisinin işarəsi əksdir. Q3 mənfi, Q2 isə müsbətdir. Deməli artıq bax gördüyünüz bu istiqamətdə olacaq. Burada da əvəzləyici qüvvəni tapanda yenə paralleloqram qaydasından istifadə edəcəm və diaqonalımı çəkəcəm. Bu da oldu əvəzləyici qüvvəmin istiqaməti. Dördüncüdə isə fikir versəz Q1 müsbət, Q2, Q3 mənfidir. Q1-in müsbət, Q2 və Q3 mənfidir. Yenə Q3 Q1 tərəfindən cəzb olunacaq, amma Q3 Q2 tərəfindən artıq itələnəcək, çünki işarələri əksdir və burada da əvəzləyici qüvvəmiz bax bu istiqamətdə olacaq. Deməli gördüyümüz kimi doğru cavab 1 və 2 olmuş oldu.